Her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Azərbaycanımızı bütün qürbətdə yaşayan qardaşları salamlayıram. Bugün 9 May qələbə günüdür. Allah xalqımızı, millətimizi qorusun. Allah prezidentimizi qorusun. Deməli, dəyərli izləyicilərimiz, bu günləri Bərdə Mal Bazarından çəkirik. YouTube kanallarımıza abunə olub, like verməyi unutmayın. Balası çıxıdı bunun, erkəkdir. Neçə günlükdür bunun balası? Bir həftəlik. Bir həftəlikdir. Bulamalı süt? Yox, sütdür. Sütdür. Neçənci qarın? 2. Qiyməti nədir? 4 manat. Hara malıdır bu? Muğanlı, Bərdə Muğanlı. Lap gözəl. Allah xeyirli bazar versin. Bazarın olsun. Deməli qardaşım, belə bir inəyi var, dəyərli izləyicilərimiz. İkinci qarındır hal-hazırda. Balası da erkəkdir. Bunun balası neçə günlükdür? 15 gün. Şimdi nədir qalan? 15 günlük. 8 gün. Qiyməti nədir? 3900'ə. Bu hara malıdır? Buradan bütün Ağcabədədəki izləyicilərimizin hər birini salamlayırıq. Allah hər birini canlı sağ eləsin. Bu sənin öz qapı malında alıb satsan. Öz qapı malı. Bəli, çək o maşını keçsin. Öz qapı malıdır. Sizlər üçün gözəl bir video çəkək, bax. Kardeşim var, belə bir inəyi var. Bu neçənci qarındır? Bu sonuncu qaldı. Sütü nə qədərdir? Sütülü amma olur. 8 min. 8 litr. Erkek balası var. Güzel bir video çekek ve baksınlar güzel kardeşler. Kardeşim böyle bir inəyi var. Gördüğünüz kimi güzel kardeşler. Balası dişidir. Dişi balası. O qara neçənci qarındı ata? Qara 4-cü bal. Sütü nə qədərdir onun? Onun 14 gün. 14 balı ilə balasız. Balasız 10. Qiyməti nədir? Allah bu mes sağı solu. Deməli, dəyərli izləyicilərimiz, Şirvanlıda angustar, boğaz, dalalı paylaşmışıq. Videonun sonunda olacaq. Bunun qiyməti neçədir? Nasıl? Onun qiyməti 3300 manat. Qabaq neçənci qarındır? Ağda 5-ci qarında 14 litrdir. 14 litr, balası dişidir. Erkəkdir. Allah göz kamçısını bırak. Tamam, öyle kazanalarım. Baba. Yedim bir 50 mahalleline tereyim. Amin. O malın neresi aşı yukarı diyor. Bile bile kardeşim orada sakışıyor. Abi ne tar var lan? Ulan yetin ha? Sana ne diyorsun? Biz cennet işte Şvedlan'a. Neçənci qarındır? Alsan yönü. İkinci.
Sütü nə qədərdir? Şeydi, boğa təzəkəliyə gəldi. Qiyməti nədir? Qiyməti 2000. Kim? Bu neçənci qarın oldu? Bu da 3-cü qaldı. Balası nədir? Dişi. Sütü nə qədərdir? Bunda 8 verir. 8. Qiyməti. 2000. Bunu kim lan? Ha. Oradan 2000. 2000. O da boğazdır, gördüğünüz kimi. Maşındaşı da qəşəkdir, düşürürüm. Hadi. İlleme ama mal değerli. Yok da ona da söyle, yok da Allah. Allah. Baba şahımsı diye bak umarım verecek ona söyle. Hadi yoktu şu an. Teşekkür var. Evet, Kur'an hakkı yok. Her yeriyle şey inanmış, kendi söyleyin. Belge. Bunun sütü nə qədərdir Nami? Bunun sütü 8 litre. Yesili. Bircə qarın doğur. Bir tane küre. Bir doğuşa dişleri. Balası dişidir ha? Ha balası dişi de mangus. Neçə günlük onun balası? Nə qədərlikdir? 2 aylık olan. Hadi gel lan. İki aylık. Qiyməti nədir? Kıymeti 32 idi. 3200 lira. Nami qabılı qazardakı da səndir? Yok yok. Allah xeyirli bazar versin. Qardaşım belə bir nəyi var. Balası erkək dişi bunun? Dişi. Neçə günlükdür balası bunun? 5 gün. 5 gündür. Onda hala bulamadı. Yok. Süddür ha? Südü nə qədər? 11 lira. Balı ilə 11, balasız. Balasız. Neçənci qarın? 5. bala. 5. Qiyməti nədir? 2400 lira. Hərə malıdır. Ağcabədir. Allah xeyirli bazar versin. Görən bu camış balalığı böyle. Balası deyəsən sortdur. Allah pazarını versin. Kardeşim bu camışları deməli balalığı. Sütler nə qədərdir bunlar? 7 bu olar. 5 də o. Da qiyməti nədir? Cütü 6800'e. Allah xeyirli bazar versin. Hara heyvanlı bunlar? Ha, buradan Ağdaş izləyicilərimizə salamlayırıq. 5 litre 6800'e, yani bir tanesi 3400'e şurada. Allah xeyrini versin. Ev satılır. Yedi litre bu verilmiş. Allah xeyir versin. Kardeşin kalçalarıdır bunlar. 1050 ile değil. 1050 ilə deyir. Neçədən adı ki burada? 15 baş. Etma kör neçəydi o? Etma. Bunlar neçə aylıqdır? Bunlar yaşından ancifdir. 1 yaşından. 2 yaş. O mal yetsəm mal qiyməti qalxdı. Ne o mal yetsəm? Allah xeyirli bazar versin. Neye göre yedim o mal? Narahat ol. Alsın. Sattı. Ağır bir yetecek.
çekilişler değil. Pazar olsun. Sağ ol, sağ ol. Allah her bazar 85 tane satırlar qa. Bir en devon çəkir, o çək. Kimi? Evet o bülbünü. Her bazar 85 mal Allah satırlar. özlerine kısmet eləsin. Can durdukları yerde onlar mal satmasa işin mal satmırlar. Allah Aşağıda. Allah hamını ruzu bereket versin. Bağlara, o bizim götüreceğe. Allah hiç üstü eləməyib qabırlar 12 kişi satır. Qoy satsınlar, yaxşı. Kişinin malı maldır da. Her bazar mal deyib, bilən deyir. Qaqa, qiymətdən neçə ilə? Bax, bir de bu Qaqa, valla bunları 6 minə verdik. tütünü. Evet. Bir 3 milyon. Ha yalan dedim ki bunlar zor satır. Kardeş burada çek. Alıcılıq nə tərdir? Alıcılık eşek. Kanka bir morzana var. Osman belə bu sənəsə. Belə bu. Dokuna bir belə bu. Biz gəlsən belə. Onu da ver. Hələ ben niyə çıxıyorum? Pazar olsun. Ev çünkü. Bax, belə kişi qanalardır hamısı. Gördüyünüz kimi. Çağır onu, eşa. Kim? Azerbaycan elim. Qaqa, bunların qiyməti neçədir kom? 650 idi kom. Düzgün qiymətli. 850. Neçəyə 1100-ə? 1100 nə? 650'dan qalxdı Framoy 1100'ə. Qaqa, bunlar neçə deyirsən? Erkek. Qara erkəkdir. Erkek 12 yarma. 12 yarıma erkek, 9 yarıma kişi. Pazarın olsun. Neçə deyirsən bunlar? 550'ne. Neçə? 550'ne. Dəqiq. Tabii. Bunlar neçə aylıqdır ki? Neçə aylıqdır bunlar? 4 aylık. Bunların 5 lira yeri var. Yok 550'ne verelim. 4 dənədir. Allah xeyirli bazar versin. Bunlar satılır belə. Neçə ilə qiymət? 1450. 1450 ilə. Pazar olsun. Xeyirli olsun. Sen çəkmirəm, mən avatom heyvanları çəkirəm. Neçə ilə deyirsən qaqam?
Allah xeyir versin. Bunu da açma. Lahor la bu. Sizin de kardeş bu. Yok şu var. Timsah bu var. Bunlar ne şeylendi? O oradakiler Hamısı üst üste. 14.480 Allah hayırlı bazar versin. 1480. Ha bu gene Son 1480. Neseyle daha güzel kişi. Ha? 1200 ne? 1200 manat mı? Gördüğünüz kimi kardeşin hayvanları. Güzel bir video olur ki hazır ya öyle. İnşallah da paylaşacağız, bakasınız. Ben niye böyle göğüs satsam bunu? Hay yok. Yetişti de bunun kaşık. Şarol 8 aylık buzoydu. ne kadarlıktı? 8 aylık buzoydu. 8 aylık. Neçə deyirsən bunu? Biri 34 yarıma deyirəm. Alan olsa düzəlşər. 34 yarım. Həmiz də sormuyor. Qan özü ayrı şeydir da. Burada çöl var. Yəni gedir. Anasının altında həmiz çöldə gəzən. Bunu basasan şar kimi şişir. Belə nə qədər əti var bunun? Valla çəkməmişəm. Yalandan nə deyim. Yəni çəkilik döldə damazlıqdır. Toxumluqdur. Bəli, tohum. Nə verirlər? 31 yarım 32 belə verirlər yəni. Yəqin ki 3300 olar ki. 34'te gelen olsa izleyicilere benzer şey eləyərik. 34'də, 3400'də. Bazarda ümumiyyətlə alıcılıq nə tərdir? Zevkçilikdir. İnşallah gedər. Allah xeyirli bazar Sağ ol. versin. Bazar. Ha, baxın, qıçalarına baxanda bilinir ki, heyvan nədir. Bazarın olsun. Sağ ol. Ağacım abi ne derse seçecek. Bas. Keser akşam. Qaqa, neçə deyirsən bu danalar? Evet bunların 2600 manat. Bunlar nə qədər ətləri var? Bunun hardasa 185-190 kilo. Nə qədər vaxt baxmısan bunlara? Bunlara 8 aydır. Allah xeyirli bazar versin. Və bunun nə qədər əti var? Bunun 200 kilo. Onun qiyməti nədir? Onun qiyməti 2750 manat. 2750 manat. Ümumiyyətlə alıcılıq nə tərdir? Alıcılıq zəifdir. Allah xeyirli bazar versin. Sağ ol qardaş, sağ ol. Sen hocam. Gel ya.
Maşallah olsun, gözəl adam. Bugünlük Bərdə bazarına bu qədər. Video rolku qoyacağıq videonun arxasında. Baxarsınız. Allah xeyirli bazar versin. Bugün kəskilik mal neçəli tərəzindən onu da öyrənəcəyik. Tam ətraflı olan məlumatını verəcəyik. Yəni, kəskilik qiyməti. Neçə deyirsən o qırmızının? Onu 42 diyorum. 4200 lira. Ha. Nə qədər onun əti var? Onun diri çəkisi 580 kilo. Gel lan bir dakika. Yəni 200 azsa 50 kilo Yok çok düşürden yukarıda ondan. əti. Ha bu Qapandan neçəyə istəyirlər? faizi var. 7 manat. 14 manata da yəni. Ha ha. Bugünkü gün. Allah xeyirli bazarını versin. Sağ ol hürmetli ol kadın. Hürmetli. O birisi də sənindir. Yok yok. Allah bazarını versin ha. Hürmetli ol kadın. Qapandan 14 manat. Bugünlük Bərdə bazarından bu qədər. Videomuzu yekunlaşdırırıq elə buradalar. Uzatanlığım hər birinizi qorusun. YouTube kanallarımıza abunə olub like verməyi də unutmayın. Hal-hazırda Bərdə bazarından bu qədər. Deməli, anquşlar paylaşacağıq, boğaz, balalı. Salam dəyərli izləyicilər, hər birinizin axşamınız xeyir, hər birinizi xoş gördük. Biz bu günləri Bərdə rayonunun deməli Şirvanlı kəndində bax belə 120 baş anqusumuz var. 15'i doğub, 30'u da vota-votalı. Bax bu indi doğulub. Bax anqus. Hamısı birinci qarına. Bax anquslardır. Göstərəcəm. Hamısına baxarsınız. Deməli gözəl qardaşlar. Əlaqə nömrə səhifədə var. Deyəcəm. Heyvanların hamısını göstərəcəm. Bax bunlar da ki, yəni 15'i bax 5 aylıqdır. Anquslardır hamısı. Gördüyünüz kimi. Bax bu da indi doğub. Bax bir dəqiqə doğubdur. 30'u da doğasıdır. Qalandakı hamısı höyrün alıb boğazdır. Bunlarda 2 tane 3 tane de bağlı. Bunlar 4 aylıqlardır. O biri balalar hardadır? Hamısını göstərəcəm sizə. Bax hamısı demək olar ki 30% yerinlənmiş. Var içində. Öğrün tez almış. Gelirler. O Deməli dəyərli izləyicilərimiz. 120 baş hamısı anqustur. 15 dənəsi, 15 dənəsi. Deməli balalıdır, doğubdur hal-hazırda. 30 dənəsi də elə böyünə, səhərə yanıb. Gündə də ki doğur. Doğanı da göstərdik. Bax indi yerinləmişləri də göstərəcəm. Yer zahit bala. Hal-hazırda gördüyünüz kimi. Hamısı anqustur. %20 başdır. Deməli qiymətləri belədir. Qoy mən sizə qiymətlərin südləri qəşəng südləri. Bax yeni doğulub. Bax yeni doğulub. Gördüyünüz kimi o birilərin də balalarını da göstərəcəm sizə. Bax. Südləri hardasa 10 litr civarında. Bax belə. Bunlar südlük parodiyalardır. Birinci qarnadır. Balalar 4500'dan çəki ilə də ala bilərsiniz. Belə əl üstə də ala bilərsiniz. Şom da ala bilərsiniz. 120 baş anquslardır hamısı. Deməli gözəl qardaşlar. Gözəl insanlar. Hal-hazırda 120 başdır. 30 dənəsi. Vota doğanlar yerinin açanlara baxın. Bax.
Bugünün səhərə. Doğanlar var. Baxın. İlkinə. Hamısı da boğazdır. Gördüyünüz kimi. Baxın. İçində erkək də var. Bax erkəkdir. Maşallah olsun. Angus. Angus'tu. Əlaqə nömrəsi 050 571 71 57. Əlaqə saxlayırsınız. Buranın konumunu atırıq. Kim istəyir, gəlib baxıb ala bilər. Gözəl qardaşlar, gözəl insanlar. Hal-hazırda gördüyünüz kimi. Buyurun baxın. 120 baş angustur. Bax, bu da 5 aylıq balasıdır. Bax, 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 bax. İndi o biri balalarını da göstərəcək. 15 dənə balanı. Bax, bu da balasıdır, 5 aylıq. Yerinləyənləri də ki, çəkirik. Yəni... Birbaşa əlaqə saxlayın. Ağır boğaza baxın. Boğazdır, boğaz. Boğaz, ağır. Hamısı, yəni burada subay mal yoxdur. Gözəl, bax, 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 bax. 5 aylıq, 6 aylıq boğazdılar. Bax, erkəkdir, baxın. Baxın, erkək. Yəni kim alsa o erkəkli, hamısını qardaş, şəxsən Allah şahiddir ki, bunu alıb aparıb tökəsən Kəlbəzərə, yalaqçına, nəticəsini alarsan, bu. Bu da yeni doğulandı. Hər gün də doğur. İndi göstərəcəm o biri balaları hamısını. Yəni qardaş, ehtiyacı var deyin, satır hamısını. Bunu öz üçün almışmış. Bunlar hamısı birinci qarnadı da. Hamısı ilkinə. 120 baş heyvandır. İçində bir dənə, bir-iki dənə də simental var. İçində bir dənə gersi var. Çox süddü. Bunlar çox südləri yağlı heyvandır. Yəni bunu Asaf həkim var Bərdədə, cərrahdır. Yəni kim istəsə onun qapısında da var. Çox. Bunlar həm ətli, həm süddlük. Südləri hardasa 10 litr civarındadır. Hamısı da cavanın birinci qarına düyələr, anguslar. Buyurun baxın. İndi gecələn balalarını da çəkəcəm, baxarsınız. Səhər inşallah Bərdə mal bazarının videosunda da olacaq bu videomuzun geniş şəkildə. Bax. Hamısı birinci qarna. Gözəllik həqiqətən də gözəldir. Rəvizlərimiz. Bax bunlar da hamısı balalarıdır. Baxın. Bax bunlar təzə doğulanlar. 15'i doğub, gözəl qardaşlar. 30'u da doğasıdır. Elə günə hər gün biri, ikisi, üçü doğur. Bax biri də orada doğub balası böyründədir. Belə qardaş, yəni ayaqüstə də ala bilərsiniz. Qapandan da ala bilər. Kimə nə cür sərf edir, o formu ala bilər.
Buranın indi konumunu atacağım ki birbaşa əlaqə saxlayın. Atacağım sizə. 120 baş. Bak 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 bak. Bak indi doğufdu bak o. Bunlar da ki 15 tane balalar doğanlar. Xeyirli bərəkətli olsun. Bu balalar neçə günlükdür? Hem 10 günlük de var, 8 günlük de var. 10 günlük, 8 günlük. 12 günlük de var. Südləri də ki gözəl. Videomuzu yekunlaşdırırıq. Konumda atacağım birbaşa istəyən qardaşlara. Deyəsən çox erkəkdir. Erkeği de var, çiftçi de var. Allah bərəkət versin. Görünən gözəldilər. Bunlar körpər var, balacar var. Yəni Angus heyvanları. Salam dəyərli izləyicilər. Hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan qardaşları salamlayırıq. Gördüyünüz kimi biz bu günləri Qəhrəman Tərtərdə, bax belə, Boğurdaqda camış kəlçələri var. Ay maşallah olsun. Həqiqətən də doğrudan da gözəldir, gözəl qardaşlar. Qapanla satılır. Bax gördüyünüz hamısı camış kəlçələridir. Deməli, gözəl qardaşlar. Hal-hazırda üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 16 dənə. Qapanla verilir qardaş. 6 manatdan. Diri çəkisi. Kesirik indi qabaq tərəfdən də çəkək. Qardaşın əlaqə nömrəsini qeyd edirik birbaşa. Qardaşla birbaşa əlaqə saxlayırsınız. Gözəl qardaşlar. Baxın. Hamısındakı partlama kök. Deməli qardaşın nömrəsi 050 665 62 66. 16 dənədir gördüyünüz kimi. Hamısı da partlama kök. Qapanla 6 manata. Həmən nömrənin WhatsApp-ı da var. Qardaşla birbaşa əlaqə saxlayırsınız. Gəlirsiniz, baxırsınız və kom şəkildə də satılır. 16 baş heyvandır. Keçirik qabaq tərəfindən çəkəcək. Baxın. Gözəl qardaşlar. Ünvanımız Qəhrəman Tərtərdə. Bu günləri qardaşın heyvanları, bax burada hamısı göz qabağında. Heyvanlar hamısı balıq kimi, qəşəng partlama, kök. Allah alana da, satana da xeyir versin. Sabah inşallah bunu Bərdə mal bazarının videosunda da verəcəyik. Baxarsınız. Bölüm 1-i may. ...16 baş heyvandır. Hal-hazırda Qəhrəman Tərtər. Hamısı da partlama köktür. Kardeş bu videonu bize atmıştı.
Bu videoda danışmamışdı. Gözəl qardaşlar. Hamısı bax erkəkdir, erkəkli dişilidir. 16 baş heyvandır. Biz orada nömrəni də dedik, qardaşın nömrəsini. Mənim gözəl qardaşlarım. Deməli 050 665 62 62 66 qardaşın əlaqə nömrəsidir. Birbaşa zəng edirsiniz gözəl qardaşlar. Ünvanımız Qəhrəman Tərtərdə. Eşq olsun xalqıma, millətimə. Allah xalqıma, millətimi qorusun. İnşallah da gözəl videolar sizler üçün gələcək. Sağ ol, başına dönüm. Sen ne tərsən? Allah hamınızın çörəyin versin. İndi burada da çörək var. İndi bax gör bu çörəyə. Kameranı aç, kameranı. İzləyicilər, hər birinizin, hər vaxtınız xeyir, hər birinizi xoş gördük. 2 may 2025-ci il Tərtərdə bax belə 16 baş çökətmə kəlçələr var. Hal-hazırda qapanla da ala bilərsiniz, ayaq üstə də ala bilərsiniz. Deməli, qardaşın əlaqə nömrəsi 050 665 62 66. Adı Pərviz qardaşdır. Hamısı da çörəkli heyvanlardır, kök. İçində bir dənəsi zəifdir, qalan hamısı kök patlama heyvanlardır. Sentyabrın 10-undan indiyənə kimi bu heyvanlar içəridə yeyir. WhatsApp ilə danışın qardaş, Tərtərdədir. Gəlin, baxın. Hamısı çörəkli mallardır. Buyurub baxa bilərsiniz. 5 dənə erkək, 11 dənə dişi. Allah xeyir versin. Alana da, satana da. Bir daha deyirəm. 050 665 62 66. Buyurun baxın. Salam değerli izleyiciler, her birinizin, her vaxtınız xeyir, her birinizi xoş gördük. Biz bu günləri Ucar rayonunun ne kəndi? Cənaybəli kəndində bax belə camışlar, camış butaları. Opşum neçə başdı burada mallı zaddır? 45 dənə camış malıdır. İrili xırdalı. 21 başda inək malıdır. Kom şəkildə satılır gözəl qardaşlar. Bax, hal-hazırda bu camışlardan yəqin ki sağlamları var. Sağlam da var, yetirən də var. Qardaş bunun hamısını kom şəkildə satır, təcili satılır. Deməli gözəl qardaşlar. Kom şəkildə. Bunu elə bir camışı ayrı, inəyi ayrı satmaq olar. Hamısını kom şəkildə. Ferma öz fermasının malıdır. Yəni qardaş hamısını kom satır. Kom belə gözəl qardaşlar 100.000 manat deyilir. Camışlı, mallı. Hal-hazırda gördüğünüz camış burada yəni qapıda da var. Yəni buradakılar camışlardır. Çölə çıxan bunlardır. Qapıda xırdaları da var. Keçən ilki balalar erkek danalar. Erkek dana neçədən olar? 2 dənədir. Bunların bu inəklərin sağlanı var. Sağlanı var, boğaz da var, sağlam da var. Nə qədər süd verir o sağlamlar? 4-5 litr süd verir. Deməli gözəl qardaşlarımız. Hal-hazırda bu camışların ən qocası neçənci qarındır? Neçənci qarına qədər? Ən uzağı 6-7 qarın doğanlardır. Bunu 100.000 manata deyirsən də kom şəkildə. Yəni onsuz da bunu alanla satanın arasında bir razılaşma olur. Gözəl qardaşlar. Alan gəlsin, razılaşarıq.
Hal-hazırda 60 baş dedim. 66 baş. 66 başlı irili xırdalı. 100.000 manata deyilir. Yani aşağı yukarısı var. Camışların en çok süt veren ne kadardır? 7 litre. Bakırda İbrahim'e var. Burada 8 litre süt verenin var da hani. Var. O görüyorsunuz dağda 2 taneler. Aha 2 dənələr, ha. O 2 tanelerdi. Aha. O neçə litre süt verir o 2 dənələr? Aşağısı 7. 6-7 veriyor. 6-7 litre. Bu. Mayın axırında doğacaq. Yani burada ben Hamısı sütlü mallardır. Əlaqə nömrəni denən mənim qardaşım. Elə qoy izləyicilər WhatsApp nömrəni, yəni istəyən nömrəni. Buradan vurğulayaq. 050 050 bəli. 546 546 01 0188 Bəli, bu şimdi. WhatsApp'ı var onun. WhatsApp 070 WhatsApp 070 nədir? 070 919 919 37 34. 37 34. Yenə var. Yəni istəyən qardaş gəlsin, qardaşın öz fermasının heyvanlarıdır. Südlü qəşəng camışlardır. Yəni kim alsa 20 dənə mal heyvanlı, inək heyvanı. 21 dənə. 66 başlı. Qalanında camış heyvanıdır. Qabaqdan da çəkəcəm baxın. Bax bu da inəklərdən də var burada. Arkada da var inəklərdən. Hal-hazırda. Yəni səfərləmə heyvanlar yayılıbdır. Otlayırlar deyin, gör nə gözəl yerdir. Sahədə bax belə otlayır heyvanlar. Heyvanlar da ki 4-5 litre. O erkek bala dedi, erkek dana dediğin neçə aylıqdır? Yaşdan yuxarı olan da var, 7 aylıq da var. İnəklər hamısı balalıdır. 6'sı balalı, 2'si boğaz. Qalanı bə? Subaydı. Erkek dana da var. Yani zorla dişi danalar da var da karış kuruş yani. Opşu sayı 21'den. Opşu sayı 21 dənədir. Buzoylu zadlı 21. 50 kırmalı. İrili xırdalı 21 dənədir. 45 dənə camış malıdır. Camışın içində neçə dənəsi bax bugünkü günü sağlandı. 12 tane sağ. 12 dənəsi sağılır. İkisi nağda getirip o birlerden mayın akıdı. İkisi üçün getirib, o birilər də mayın axırı doğacaq. Yani sıralanda biri doğdu. Sırağa gündə biri doğub. Doğuş başlayıp. Bir də bir sual verəcəm. Bu camışların neçəsi ana camışdır? Opşu saymalı. Diğer belə bilmirəm ama diğer saymaq lazım. 20'den yukarıdır. 20'dən yuxarı ana camışdır da. 20'dən yuxarı. Bu da kəldir. Çaldı bu. Neçə aylıqdır bu? Bir yaşı var. Yaştan kötü. Yaşdan keçir. Toxumluq. Tumluqdur ha. Axıram tumluqlar var. Elə bir dənə bu da tumluq içində erkək. 2 tane hediye olmuşsa sattım o dayanmıyor. O birisini satdığınız dayanmır. Bunların südü necə? Ama bu özü bir ay yarımlık var. Bu gördüğüm bir camış. Ay yarımda doğub ha. Aha. Südü qardı. Camışın kəsəs gördü da görməsə. Bizde de şərait yok. Buradan camış Bir də qardaşım, bunu satmaqda yəqin ki fikrin ciddidir da yəqin. Əlbəttə dünya olmadı deməliyəm. Bunu satmaqda məqsəd. Baxın bu- Reaksiyon o ki, vanın axırında yoxdur. Özüm 3 ildir bunları özüm güdürəm. Amma bu çöldə. 3 ildir özün güdürsən. 3 ildir özüm güdürəm. Birdən yoxdur. Sonra sağan da yoxdur. Sağlığa tapı olmuyor. Mən təkəm, çatdıra bilmirəm. Tək əldən sət çıxmaz. Yəni bunun altına da özüm baxıram. Otuna da özüm baxıram. İndi mən ot alınmalı, deyib sahələrə gəzməliyəm. Bunları da bilib gedə bilmirəm. Bir nəfər lazımdır ki bunlara baxa. Bəli, kömək lazım yox. Bəli qardaş. Mən də yoruluram da, çox yoruluram. Özüm də yoruluram. Saxlayacağım, yəni bunların içində 3 dənəsi saxlayacağım özümə, qalanı qoyacağım. 3 dənəsini saxlayarsan. İndi bəlkə indi alan adam dedi ki mən hamısını alıram qardaş. Heç. Yox, mən dediyim sayda 4 olmuşdu. 66-dan əlavə qoymuşdum.
Sən 66-dan əlavə 3 dənə Onlara satdıq olan malım olmalı 72 başlı. 16'sını saxlayıram anamala özümə. 72 başlı, 6'sını saxlayırsan özünə. Arabalar 3 ana 3 mal özümə saxlayıram. 66'sını satıram. Ha, nə gözəl. Biz özümüz yavaş yavaş hem de ki camçın ağacını xoş deyirik. Onun dərdindən bir saxlayırıq o malları. Yoxsa ki bu zaman camı saxlamaq çətindir. Vurmağı zalı necə buna? Yola geldim bunu, baba gördüm ki. Bu yıl nə qədər vaxt avcı? Hadi sen bir açarsın, maydanoz bekle olmalı. Onun özü de o boğazdı, özü de o da. Mənim bir qonşum Mayın axırı olcamışdı o mallar. de o ha. Yani çoxsu mayın axırı, mayda bunlar donub tutacaqlar, keçinməyəcəklər. Bunu elə bir ki, yəni belə tək-tək yəni satmırsan da. Pulu dağılacaq. Kom satmaqda fikrin oldu ki, yəni kom satarsan, bəli. Neçə ildə artırıb, bəhrində görəsən. Allah ruzi bərəkətinizi versin. Gözəl qardaşlar. Vallahi yəni dosta qardaşa veriləsi heyvandır. Qardaş özü də. Yəni al ver, nə bilim bu, yox. Yəni birbaşa öz malıdır qardaşın. Çeşmə hamısı dənə qardaşım öz təsərrüfatıdır. Yəni bunun içində çıxdaş olan bütün nə varsa hamısını yəni yoxa çıxardıb qardaş. Yəni gəlin, baxın, deyirik 66 başlı inəkli zaddır. 45'i camış heyvanıdır, 21'i inek heyvanıdır. 100.000 manata deyilir, indi aşağı yuxarısı olar, qardaşla danışın. Südləri də ki, nə bilim, yəqin ki, neçə litrdən başlayır? Yox. Gördüğünüz yerdə otururlar, aşağı 4-5 süt verirlər, amma qapıda otlarım verirəm. Yem verirəm, yalan verirəm. Yem versən nə qədər? Yem verirəm, vaxtında yaxşı süt verirəm, çatdırıb verə bilmirəm. Bütün gün çöldə olan. Qapıda gelib başlarını bağlayıb. Əlaqə nömrəsi 050 qardaşım, bir daha vuruyuram. 050 Ha, 546 546 0188 və 070 WhatsApp nömrəsi. 919 37 34. Buyurub baxa bilərsiniz. Ucar rayonunun Gəraybəyli kəndi. Aynı nəsə əlavə eləmədiyin sual varsa, yəni edə bilərsən. Xeyirli uğurlu olsun. Allah xeyirli bazar versin. Bax gözəl qardaş. Bax. Düyələr də bax bağlayıbdı ki, bunlar bordağa. Bunlar erkəkdir. Həmən o 66 başın içində. İndi o biri xötəklərini də çəkəcəyik, baxasınız. Bax ki, bunlar borda kim bağlayıb ki? Təzə bağlayıb. Bu da erkəkdir biri. O biri erkək də budur, hə? Bax, bu da erkəkdir. Burada deməli neçə baş var? 6 baş. Gözəl. Hamısı onun içindədir. Bax, bunlar sağlamların balasıdır, bax. Gözəl insanlar. Bax, bunlar sağlamlar. O çöldə olan sağlamların balasıdır. Sahədə çəkdiyimizdir. Burada neçə dənədir? 11 dənədir. Cəmisi 66 baş heyvandır.
Buradan başqa ayrı da var. Çöl de var. O iller çöl. İriləri çöldədir. Onları da göstərəcəyik. Burası budur, hə? Biri burada. Sırağacıl olan. Ne gözəl. Erkəkdir? Dişidir. Bu da erkəkdir. Bu neçə günlükdür? Bir aylıq. Gözəl. Deməli gözəl qardaşlar. Bunlar da keçənçidir, qurulanlar. Bax o hamısı o gəlmiş heyvan analarının yanında olan çəkmişdik sahədə. Bax. Onların yəni balaları keçənlik. Bu ilkilər də çəkmişik. Opşum qardaş 66 baş heyvandır. 21 dənəsi maldır. İnək malı. 45 dənəsi camış malıdır. Allah xeyir versin. Belə də 100.000 manata deyilir. Opşum razılaşma yeri var. Allah xeyir versin. Çox. Qardaş, nəsə əlavə sualın varsa buyur. Allah xeyirli bazar versin. Əlaqə nömrəsi də ki orada var.